5 mart tarixində günorta radələrində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin İran ərazisindən Azərbaycan Naxçıvan Muxtar Respublikasına dron hücumları barədə bəyanatında bildirilir. Bir ədəd dron Naxçıvan Muxtar Respublikasının hava limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava limanının binasına zərər dəyməsi və 2 nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik. Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsipinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirə salınmaz tədbirlər görməyi tələb edirik. Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müstəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilərək müvafiq etiraz notası təqdim ediləcək deyə məlumatda qeyd olunub. İranın dronla Naxçıvanı vurması nəticəsində məktəblərə hər hansı ziyan dəyməyib. Bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi aparatının mətbuat və ictimaiyyətlə əlaqədar üzrə baş məsləhətçisi Novruz Məmmədov bildirib. O qeyd edib ki, hazırda məktəblərdə tədris davam edir. Hava limanı yaxınlığında yerləşən Şəkərabad məktəbindən 500 metr aralıya dron düşüb. Hazırda məktəblərdə tədris davam edir. Sadəcə bəzi valideynlər narahat olaraq uşaqlarını məktəbdən götürürlər. Amma məktəblərin işində fasilə yaranmayıb. Çəkdiyim vaxtı gələ bir də düşə də indi.